Aparıcı Elgiz Əkbər yas mərasimlərini tənqid edib. Bu barədə o, aparıcısı olduğu Elgizlə izlə verilişində danışıb. Yaz sahibinin onsuz da əzizi gedib. Siz ora aş, bozbaş yeməyə getməmisiz. Gedirik ki, yazığın yanında olaq, təsəlli verək ki, həmin mərhələni aşa bilsin. Onda elə çıxır ki, biz gedirik yaz sahibinin yarasına duz tökməyə. Ölüsü bir tərəfdə, sən də ağı deyib yarasına duz tökürsən. Bu biri tərəfdən də cəmaat qarnını doydurur. Bu nə adətdir? Bunu tövsiyə kimi deyirəm. Kənardan pis görünür. Yaz sahibinin yanında əyləşib onun başını qatmalıyıq. Yoxsa ki, kənardan elə görünür ki, bizim işimiz gedib orada qarnımızı doydurmaqdır. Aş az olanda da söz edək ki, bizə yemək vermədilər. Güya kimsə yaz sahibi daha çox ağlatsa, onu daha çox sevir. Elgiz öz yas mərasimində yaxşı mahnılar çalınmasını vəsiyyət etdiyini bildirib. Mən öləndə demişəm ki, gözəl mahnılar qoyulsun, melodiya olsun.